Yarpaq dolması. Yarpaq dolması müxtəlif olur. Bit yarpağından, Bit yarpağından, hətta fındıq yarpağına qədər bükənlər var. Nə bilim, həyətdə təzə çıxan, indi yenə deyirəm, mövsümdür, yarpaqlar çox kövrəkdir, ipək kimidir, atlaza oxşayır yarpaqlar. Adətən şanı yarpağı daha çox sevilir. Bakının Novxanı kəndinə bitən ağşanı yarpağı məşhurdur. Amma indi ağacların açan, biz bugün istifadə etdiyimiz heyva yarpağı və tut ağacının yarpağı heç nədən, heç bir şanı yarpağından geri qalmır, pif yarpağından geri qalmır. Təsəvvür edin ki, bunu kurs iştirakçıları, 17-18 yaşında oğlanlar da büküb qızlarımızla bərabər. Maşallah olsun, əl qabiliyyətləri çox qəşəngdir. Yəqin ki, dadı da görünüşə görə seçilər yaxşı olar. Siz də çox sağ olun. Təşəkkür edirik. Çox xoşdur mənə. Dolmanın borcusu 200-250 qram olmalı. Çoxdur, 150 qrama qədər. 150 qram, bəli. Çünki adətən əvvəllər dolmalar bilirsiniz ki, ipə sarılırdı, 10-15 ədəd. Çünki o vaxt qramaj yox idi və götürülmək də rahat idi. Bir ip, bir bağlama, bir nəfər porsiya sayılırdı. Böyük məclislərdə. Mən bayaq uşaqlara da dedim, çox gözəl bir 5 ulduzlu restoranda bu yaxınlar toyda olmuşam, çox pahalı bir restoranda və ana isti yeməklər arasında dolmanı gördüm, çox sevindim, açıq deyim. Çox da gözəl, xırda-xırda bükülmüş dolma idi. Əladır. Bilirsiniz ki, dolma Doğğa Gəncə mətbəxinə aiddir. Başqa bölgələrimiz də ləzzətli bişirirlər, amma Gəncə mətbəxinə aid olduğuna görə Gəncədə hazırlanan dolmanın, Doğğanın tayı bərabəri yoxdur. Təşəkkürlər müəllimə. Sağ olun. Bunu da çəkin. Bunu çəkin, ana, bunu